Həzrəti Mehdinin daha bir çıxış əlaməti reallaşdı. Günəşdə gülən üz ifadəsi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm günəşdə üz ifadəsinin yaranmasının Həzrəti Mehdinin çıxış əlamətlərindən biri olduğunu xəbər vermişdir. 2014-cü ildə günəşdə gülən üz ifadəsi zahir oldu. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm günəşdə əmələ gələn bu üz ifadəsinin Həzrəti Mehdinin çıxış əlaməti olduğunu bir hədisdə belə bildirir. Buyurdu ki, günəş əlamət olaraq doğmadıqca, günəşdə əlamət meydana gəlmədikcə Mehdi çıxmayacaq. Başqa bir hədisdə isə günəşdə üz şəklinin yaranacağı və bu möhtəşəm hadisəni hər kəsin görəcəyi bildirilib. Bu şəklə baxaq. Bu foto NASA tərəfindən 8 oktyabrda çəkilib. İnsanların gözü qarşısında günəşdə üz şəkli əmələ gələr. Diqqət! İndi gördüyünüz günəşin bu fotosunu 2010-cu ildə paylaşan NASA bu qeyri-adi hadisəni bütün dünyaya gülən üz kimi tanıdıb. Həqiqətən də günəşdə gözlərindəki parlaqlıqdan tutmuş ağız formasına qədər aydın şəkildə görünən sifət əmələ gəlib. Daha sonra 2014-cü ildə NASA yenidən günəşdə üz ifadəsinin əmələ gəldiyini bildirdi və bu möhtəşəm hadisənin foto görüntülərini yaydı. Eyni ilə hədisdə xəbər verildiyi kimi sadəcə elm adamları deyil, bütün insanlar indi izlədiyiniz bu üz ifadəsini görüblər. Beləcə Peyğəmbərimizin 1400 il əvvəl Həzrəti Mehdinin gəliş müjdəsi olaraq xəbər verdiyi daha bir əlamət reallaşdı.